Sabahınız xeyir olsun. Düzünü desəm heç planımda yox idi, amma ani bir qərarla rayon turuna qoşuluram. Və bir məsləhət, əgər tura qoşulursunuzsa, toplaşma məkanına mütləq deyilən vaxtda gəlməyə çalışın. Və budur məkandayam. Rayonların çoxunda dəfələrlə olmuşam. Bəlkə də eyni yerə 10-cu səfərdə gedirəm, amma heç vaxt bezmirəm. Çünki mənim üçün turun maraqlı keçməsinin əsas sirri getdiyim yer yox, getdiyim kollektivdir. Kollektiv şəndirsə, hamı bir-birinə qarşı pozitivdirsə, o yolun necə keçdiyini, turun necə bitdiyini heç hiss etmirsən. İlk fasiləyə dayandıq, yolun yarısını artıq geridə qoymuşuq. Yolun davamı isə tam istədiyim kimi keçdi. Şirin söhbətlər və zarafatlar. Vaxtın necə keçdiyini heç hiss etmədik. Hələ bu yol kənarındakı mənzərə. Yol yoldaşların yaxşıdırsa, mənzil başına çatmaq yox. Elə yolun özü böyük bir macəradır. İlk dayanacağımız olan Qəbələndə artıq çatdıq. Bura Azərbaycanın ən böyük əyləncə mərkəzlərindən biridir. Hava soyuq olsa da bizi heç nə dayandıra bilməz. Bütün atraksiyonlar tam işlək vəziyyətdədir. Yəni gəlib doyunca əlinə bilərsiniz. Əgər bura tək gəlsəniz, giriş 17 AZN-dir. Amma bizim kimi turla gələndə cəmi 13 AZN ödəyirsiniz. Onu da qeyd edim ki, daxildəki bəzi xüsusi atraksiyonlar üçün əlavə ödəniş tələb olunur. Havanın soyuq olmasına baxmayaraq, ətraf turistlərlə doludur və hər kəs əylənirdi. Və hələ də gəlməyə davam edirdilər. Bizə bura üçün düz 2 saat yarım vaxt ayrılmışdı. Qəbələndəki əyləncə və soyuq havadan sonra nahar fasiləsinə gəldik. Səsi gözəl, özü səsindən gözəl qızımızın bu ifası isə hamımızın ruhuna oxşadı. Turda olduğumuz müddətdə demək olar ki, bir saniyə belə dayanmadıq. İnanın, belə olanda o uzun yolların necə keçdiyini, mənzil başına necə çatdığımızı heç hiss etmirik. Turumuzun növbəti və son dayanacağı olan İsmayıllıya, möhtəşəm Aşıq Bayramlı gölünə gəldik. Bura giriş ödənişlidir, amma inanın ki, içəridəki atmosferə tam dəyər. Uşaqlar üçün rəngli sürüşkənlər və yelləncəklər. Biz böyüklər üçün isə enerji dolu ritm meydanı. Gölün üzərində katamaranlarla gəzintiyə çıxa bilərsiniz. Fotozonalarda isə elə şəkillər çəkdirərsiniz ki, hamı harada olduğunuzu soruşacaq. Yorulmaq bilməyən kollektivimizin TikTok haqqında. Çox təəssüf ki, hər gözəl şeyin bir sonu olduğu kimi, bizim möhtəşəm İsmayıllı qəbilə turumuzun da sonuna gəldik. Yeni dostluqlar və bol enerji ilə Bakıya doğru yola düşürük. Mənə və bizə bu gözəl gündə yoldaşlıq etdiyiniz üçün təşəkkürlər.